alınan deputatlardan biri Tənzilə Rüstəmxanlı. Tənzilə Rüstəmxanlı niyə hədəf alınıb? Bu günləri kəskin tənqid olunub. Niyə, hansı səbəblərə Tənzilə Rüstəmxanlı? Demək, əziz dostlar, bu yaxınlarda bilirsiniz, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xamneyinin vəfatının 40-cı ilə bağlı Bakıda rəsmilərin iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə başqa dövlətin dini lideri üçün Azərbaycanda yas mərasiminin təşkili tənqid edilib. Tənzilə Rüstəmxanlı Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü Tənzilə Rüstəmxanlı Pravdaza açıqlamasında mərasimin keçirilməsini, mərasimi müdafiə edib. Deputat bildirib ki, Azərbaycanla İran arasında münasibətlər tarixən dostluq, qonşuluq və qarşılıqlı əməkdaşlıq üzərində qurulub. Onun sözlərinə görə iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələr yüksək səviyyədə olub. Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın İranla bağlı humanitar addımları və Prezident İlham Əliyevin Xameneyinin vəfatı ilə bağlı ilk başsağlığı verən xarici lider olması iki xalq arasında mənəvi yaxınlığın göstəricisi kimi qiymətləndirilə bilər. Deputat Tənzilə Rüstəmxanlı həmçinin Xameneyinin 40 mərasiminin ilk dəfə xarici ölkə kimi Azərbaycanda keçirilməsini simvolik addım adlandırıb. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə təşkil olunan mərasim dini dəyərlərə sadiqlik və İran xalqına mənəvi dəstək kimi dəyərləndirilməlidir. Sizcə, Azərbaycanda başqa dövlətin dini lideri üçün belə mərasimin keçirilməsi doğru addımdır, yoxsa yox? Çox xahiş edirəm, hörmətli izləyicilər, yazın, amma sosial şəbəkələrdə Tənzilə Rüstəmxanlı kəskin tənqid edirlər. Bəs hanı türkçülük, hansı türkçülükdən danışırdın? Bu mövzularla bağlı Tənzilə Rüstəmxanlı tənqid edirlər. Amma bu mərasimi müdafiə edənlər də var ki, düz etdi, Azərbaycan dövləti düz addım atdı 40 mərasimin keçirilməsi ilə bağlı. Təqdirə layiq hərəkətdir yazıblar. Unutmayaq ki, biz İranla daimi birgə yaşayan eyni xalqıq, Natiq Abuşov yazıb. Hər bir İran eynidir, xarakterimiz, mədəniyyətimiz eynidir. Bunu gözü götürməyən ancaq İsrail əlaltılar ola bilər. Və burada bir nəfər yazır ki, niyə Xameyni müsəlman dünyasının lideri idisə, niyə onun yas mərasimi erməni kilsəsiyə keçirilib? Nə əlaqəsi var? Mən də indi Tənzilə xanıma sual verirəm. Xameyninin Azərbaycanla nə işçilisi var? 1988-ci ildə Qərbi Azərbaycandan insanlar Dədə Baba yurdundan qovulanda ağanız Xameyni niyə ermənilərə etiraz etmədimi deyə suallar verilir. 90-cı ilin qanun yanvarına görə Xameyni ermənilərə, ruslarlara xəbərdarlıq etdimi? Azərbaycana başsağlığı verdimi? Elə bir suallar verir dostlar. Yəqin ki, bu böyük bir geniş mövzudur. Mən tamaşaçıların da rəyini burada öyrənməliyəm və səsləndirməliyəm. Digər mövzumuz, dəyərli dostlar, demək, Zaur Mikaylovun hansı məmurları hədəf aldı? Burada Etibar Əliyev keçmiş deputat Zaur Mikaylovun fikirlərini status paylaşıbdır. Etibar Əliyev status paylaşıb. Zaur Mikaylov və Kəmaləddin Heydərov, bir də Qorxmaz Hüseynovla bağlı. Sabiq deputat Etibar Əliyev yazır, mətbuatın və məmurların falsifikasiyası yazır. Yazırlar ki, Zaur Mikaylov dəhşətli cinayətin üstünü açdı. Dəhşətli cinayət nə deməkdir? Sual verilir. O evlərə
su basmaya görə səbəb olan kim sənəd verib? Kim sənəd verib? Sabiq deputat bu barada deyir. Zaur müəllim deyib. Zaur müəllim deyib. Azərbaycanda fərdi yaşayış evinə çıxarış almaq sadə prosedur deyil. Bu, bir neçə qurumun iştirak etdiyi mərhələli prosesdir. İlkin olaraq bələdiyyə və sair sənəd torpaqlarını verir, yerli icra hakimiyyəti tikintiyə nəzarət edir, tikinti bitdikdən sonra onun dövlət qeydiyyatına alınması, yəni çıxarış alınması üçün İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri, dövlət xidmətinin daşınmaz əmlakın dövlət katastrı və reyestrına müraciət edir. Bundan sonra həmin evin dövlət qeydiyyatına alınması üçün aidiyyəti qurumlarının rəyləri alınır, o rəylər müsbət olduğu halda çıxarış kupça verilir. Zaur Mikaylovun müsahibəsinə heç bir qurumun rəhbərinin adı çəkilmir, mətbuatda sus keçisi kimi bir nəfərin adı çəkilir. O da vəzifədən getmiş Qorxmaz Hüseynovdur. Tikintiyə icazə verən qurumlardan biri və birinci Fövqəladə Hallar Nazirliyidir. Bir müddət orqanı baş verən su basma ilə bağlı bu qurumun rəhbərinin adı çəkə bilmir. Bəli, bütün qanunsuz tikintilərin bahiskarı bu qurumdur. Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumdan söhbət gedir. Zəruri qeyd, hər dəfə baş verən su basmada bir neçə nəfərin primitiv üsullarla təxliyə edilməsindən reportajlar verilir və Heydərovun misilsiz qəhrəmanlığı gözümüzə soxulur. Oğlanlarının 100 milyonluq məhkəmə çəkməsi gedir. Bu pullar hardan peyda olunub keçmiş deputat Etibar Əliyev bildirir. Və dostlar, elə bu mövzu ilə bağlı başqa bir ekspert Osman Gündüz bir status paylaşıb. Osman Gündüz Zaur Əliyevlə bağlı. Daha doğrusu Osman Gündüz Zaur Mikaylovla bağlı. Bir neçə gün öncə Bakıda normadan artan yağın yağışlar nəticəsində yaranan problemlərlə bağlı hesabatlıq məsələsinə toxunmuşdum. Xüsusilə də Bakı şəhərində Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramının icrası ilə bağlı açıq məlumatların olmamasını qeyd etmişdim. Dövlət Su Ehtiyatları Fondunun rəhbəri sədri Zaur Mikayılov bu mövzu ilə bağlı ötən həftə geniş müsahibə verib və müsahibədə apardığım fikir təbii ki, problemin nə zaman həll olunacağı ilə bağlı idi və dərhal da tapdım. Zaur müəllim müsahibəsində bildirib ki, nəticələr 2028-2030-cu illərdə görünəcək, problemin tam həlli isə 2035-ci ilə planlaşdırılır. Yəni, bu o demək ki, nəzəri olaraq 2035-ci ildən sonra bu tip yağışlar Bakını iflic etməməlidir. Müsahibədə 12 yeni kollektor içiləcəyi, 9 təmizləyici qurğu qurulacağı və s. bildirib. Amma bu hədəflərin nə dərəcədə real olduğu ilə bağlı ciddi suallar hələlik açıq qalır. Proqramın maliyyə mənbələri tam aydın deyil. Görəsən, layihələr əsasən dövlət büdcəsi hesabına maliyyələşəcək, yoxsa abonent ödənişləri və digər mənbələrdən olacaq. Eyni zamanda konkret icra qrafiki, prioritet layihələr və ayrılacaq və saytlar barədə ictimaiyyət üçün əl çatan məlumatlar hələlik yoxdur deyə Osman Gündüz bildirib. Belə, əziz dostlar, dəyərli tamaşaçılar,